təsəvvür elə Aynur Dəmirova idi da həkimim. Təsəvvür elə bir sən nə edirdi? Yazıq belə qan tər tökdü də bir implantın üstün açana qədər. Xanım, bəs deyirəm axı, mən məcburiyyətdən, deyirsən, nə məcburdur? Xanım, mən öz xoşuma əkdirməmişəm. Bu da döndü bir sən nəyə? Bayaq biri yazıb ki, deməli, Apple Watch saat taxmışam. Deyir ki, görməmiş, o saatdan məndə də var da, gözümüzə soxma. Deyirəm, o saatı qola taxırlar, qolumu da belə eləmişəm də. Saat içcəyimi dör ki, paltarın altından vuram, qurban olum. Deyəsən, Koreya elətdirmişəm. Birini 550 manata əkdirdim Pərviz doktora, Xaliq doktora, Aynur Dəmirovanın yanındakı klinikada. Amma vallahi belə Augmentinlə falan gəldi, biri 600 manata çıxdı. Xanım, neyini yerdim? Kart qoyub dişimin pulunu dilənərdim. Xəstə deyir, pul səndə bir ingilisdə. Hardan bildin ay xanım? Nə bildim pul məndə bir ingilisdə? Çox xahiş edirəm. Bəlkə pulumu saymısan, bəlkə cırıla-cırıla gəzməyimi, tozmağımı görmüsən. Ay Allah, niyə belə qəribəsiz? Niyə belə qəlbiniz qaradır? Mən ağzımda deyirəm axı, bədən şəkilləndirmədir, burun əməliyyatıdır. Hardasa kompleksimiz olduğu zaman gedib eləyərik. Amma mən bu implantı öz xoşuma əkdirməmişəm, məcburiyyətdən. Birini 550 manata əkdirdim. İnşallah həm sağalmağın gözləyirəm, həm də biraz sıxıntım var da. Bilirsiniz, bu yanvar-fevral ayı çox çətin aydı. Adamı sıxır həm maddi, həm mənəvi cəhətdən. Bəli, ona görə. İnşallah düzəlsin. Pul hardandır? Dədon qazanır, mən yeyirəm. Müftə yeyirəm, ay qardaş. Oturmuşam, görsən 2000 adam var, 5 dənə şir gəlib. Sıralamada birinci yerdəyəm, partladıram platformanı. Nə qayracam? Gedib paltar geyinirəm, altından da girib söyürsən. 5 manat pul qazanıram. Haramım, zəhərim olur. Mart aydı, hə, bəs nə? İndi gəlib də mart, düşürsən sən. Mart indi girib də az, xəstə. Diş müalicəsi ən axmaq müalicədir. Murad Xavər. Təşəkkürlər xanım. Ay sağ ol. Bunu deyə xahiş edirəm. Boğazındakı piercingdir. Bəli, zülüm çəkir, qazanır. Bəli, zirkon məsləhətlidir. Venir məsləhət görmürəm. Öz dişimin üstündən çəkdirəsən, bir müddətdən sonra saralır, çızılır, nə bilim. Zirkon hə, əlbəttə. Baxın, mənim üst dişim zirkondur. Salam, salam Seymur. Bəli, mən 4 ildən çoxdur zirkon elətdirmişəm dişimi. Alt dişim keramikaydı. Hamiləlikdən sonra konkret olaraq alt dişlərim öz gücünü itirdi və məcburiyyətdən implant əkdirdim. Bəli. Amin. Çox sağ olun Nara. Oğluvun, qızımın şirinisini dişləyim, ürəyim. Çox zəhləm gedir. İlahi pərverdicarə. Hələ həkim sənin dişini qaşıyır. O qaşıyanda da ağzı o sestra bir də şlankı soxur. Xurt çəkir aparır ha. İlahi, ay Allah. Mən nələr görmüşəm qızlar. Mən dişdən çəkmişəm çəkdiyimi. Qurana and olsun. Bəs nə, yuxarı da zirkondur da məndə. Allah bilir altındakılar nə vəziyyətdədir. İndi istəyirəm ki, iris falan yiyirəm ki, tərpənsin, onu da çıxartdırım, görüm altı nə vəziyyətdədir. Heç nə, bir də gördün ki, altı da çürüyüb. Ay qız, ağızdır da, yemək yiyirsən, su dolur altına, çörək İraq bərəkətinə, çörək çifsiyər ha, çif atar ha. Təsəvvür elə, metal keramikanın altında dişim elə idi. Ağrısı olurum. Xanım, hər şeyin ağrısı olur. Boş söhbətdir. Burun əməliyyatı da ağrısı olur, sinə əməliyyatı da ağrısı olur, bədən şəkilləndirmə də ağrısı olur. Adicə mətbəxdə bir iş görəndə əlin kəsilir, olmur ağrısı, sual verirəm. Olur da ağrısı. Adicə çayniki belə tez süzəndə parı bir damcı sənə dəyəndə atlanıb düşürük evdə. Olur, təbii ki olur. Sadəcə o sənə iynə vurur, o proses zamanı sən onu hiss eləmirsən. Vay o iynə şeyi açılar. Və açılandan da sonra dəhşət. Mənim həkimim artıq 6 il yox, 5 il, 2 il, 7 ilə yaxındır ki, bir həkimim var, Aynur Dəmirova. Qarayevdə. Dental butik. Ən gözəli protezdir, bəli. Mən də istədim, protez qoymadılar. Hayif deyil, təmizlik. Valla, ən gözəli. İstədiyin vaxtı yuyursan, qoyursan ağzıva. Ennurda aşağı knopkadır, yuxarı protezdir. Sigaret çəkir, ərinir. Açıram ağzını, çıxardıram protezi. Gedib sürtürəm. Xlora qədər qoyub gətirib qoyuram ağzına. Bu yaxınlarda bir məclisdə olub, Ennura deyiblər ki, sənin dişin nə qəşəyə qappaqdır. Dedim da demədin arvadım xlorla sürtür. Deyir, yox demədim. Dedim demə ya balam. Valla.
Vallah deyirəm, knopka protez nədir? Deməli knopkadır, aşağı dişlərinə belə çıqqı eləyib girib, üstdən də əslində ikisi də elədir, çıxır. Amma aşağıdakı protezi balacadır, yuxarı bütöv zbordur. Hə, çıxardıram qəşəng. Gedirəm onun nəyi var domestosla sürtürəm, gətirirəm, sonra qaynarıram, qaynarayandan sonra sodalı suya qoyuram, sodalı suda salfetkaya qoyuram, açıram ağzını, qoyuram ağzına. Niyə ki ayıb olur? Dəli deyə, ayıb niyə olur? Allah haqqı. Hə, ayıb niyə olur ki, bacı? Az həyiz, ay qız kişidir də, siqaret çəkir, saralır. Sürtmür də, sürtmür. Sürtmür. Əlinə versəm şotkanı, pastanı yalandan bir dərd ala bilmirsən, kişi xeylaqları normalda əksəriyyəti ərinci. Adicə kişi xeylağın, 50 ayaqlı kişi xeylağın bəzilərinə deyirsən, getsim çimirlər. Qovursan üstüvə gəlir. Mən yenə hətta bu qucağıma aparıb çimizdirib gətirirəm. Ara qaçacaq əlimdən, heç yerə. Ara gedə bilər. Hə. Düzdür, çox sağ olun. Pasta ilə, fırça ilə, xlorla qoyarlar. Bəli, super, super olur. Az hə, ən gözəli odur. Siqaret çəkir, olur sapsarı. Hə, bəs nə? Dedim ömrüm gedib deməyə. Bir məclisdə olmuşdu, demişdilər, ay Nur, maşallah, nə gözəl cavansan. Demişdi ki, sonra demişdilər ki, dişlərin nə qəşənglə ağappaqdı. Sürtə bilmir, az danış. Siqareti tutub çəkə bilir, çay tutub içə bilir, Elnurun yerinə ağlayır. Az sən narahat olma, Elnur 12 ildir məndən yol yoldaşlıq eləyir. Özündən çıxartma. Bax qızlar, normalda biz qap şampunu istifadə edirik də, düzdür. Ayda xanım, çox sağ olun, təşəkkür edirəm. Biz normalda istifadə edirsiniz də qap şampunu, düzdür. Amma mən qap şampununun sırf D-diskisini də alırdım qabaq uşaqlar balaca olanda. Ay sağ ol. D-diskisindən də başqa sırf meyvə tərəvəz üçün qap şampunu var. Məsələn, üzümü alırsan, üstü duman kimi olur. Nə qədər də yursan getmir. Hə, getmir. İndi demirəm də tam xlora qoyuram. Bir qurtum xlor tökürəm, bir qurtum da su. Belə bir qurtum xlor, çoxlu su. Qoyuram, olur çiçək kimi. Tərtəmiz. Qaş əkdirməkdən məlumatınız var. Yox, ürəyim, bilmirəm. Bir də onu bilirəm ki, boynuvun arxasından tükü çıxardır, əkir qaşıva. O da yaxşı əkməkdir ki, sonradan biz qalmasın. Atam da xlora qoyur dişini. Görürsən, bacı, mən 100% köhnə kişilərin bildiklərini bilirəm. Kətə var, hə, BMW, kətə var. Ay qız, zəhərləyərsən kişini. Az kişini məndən çox istəyirsən sən. Az işinlə məşğul ol. Çox sağ olun. Öz dişimi edib, ağzında çaşıb xloru zadı içərsən, xlordan zadla sürtərsən. Dişin çıxırsa xlordan sürt. Yo, məndə zirkondur. Nə olub alt dişinə? Mən alt dişim oktyabrdan implant əkdirmişəm. 10 gündən çoxdur mırığam. Qaynanamda protezli xlora qoyur. Ay Allah, Allah'ın olsun, bu bəziləriniz elə danışırsınız, elə bir aristokrat zadsınız. Biz bambul cındır zadıq. Allah arada var, o bir sən nəyə döndü? Rəfiqəm getmişik, haradasa bir 10 günün söhbətini eləyirəm. Restorana getdik. Restoranda Nərmanovda mado yoxdur. Çıxdıq, oturduq yuxarıda. Qızlar maşınların sırayla saxladılar. İndi maşallah Allah özlərinə qismət eləsin. Görürlər. Birinci cib, birinci ondan birinci. Bir dənə elantra məndə. Bu cücə. Orada qayıtdı ki, Ayda Nərmin, bu nə nömrədini maşınıva bağlamısan? Qəşəng nömrə al qoy da. Dedim ki, inşallah mənim maşınım lizingdir. 2 ildən sonra bitirib qutarandan sonra qəşəng nömrə alıb qoyacam. Qayıdıb deyəsən ki, yo, elantraya o nömrələr yaraşmaz. Dedim, başa düşmədim. O nə deməkdir? Elantra sürmək bəyən pis şeydir ki, qurban olaram öz maşınıma. Bir də elantra sürənlər ürək qoyun, tez olun. Dodaq sənə heç yaraşmır. Xanım, dodağımı əritmişəm. Əritmişəm, ay xanım. Əvvəlki şəkillərimi lağa qoyursunuz. Əvvəlki videoma gəlmişəm də. Az nə düşüyor adamsan eysən, bəziləriniz. Az əvvəlki dodağımdır da, əritmişəm. Əritdim, dişimə görə əritmişəm. Всё. Elantra ürəkdir, ürək. Özdə metalik sürənlər, il 2014, ürəksiz, ürək. Diskin zadını dəyişdirməyin. Zavatskoy disklə sürənlər birbaşa ürəkdir. 1 il 2 ayda sürürəm, maşallah. Bəli, çox sağ olun. Təşəkkürlər, var olun. Bayramınız mübarək olsun bu arada. Onu həcə alıb sənə. Kül həcinin də başına, sənin də başı var. Elə həcə yaxşı kişi olsaydı dalma şalvar alardı. Neynirəm, elantranı alır. Bambulu. Elantra sürürəmsə demək özüm almışam.
Eşq olsun 2014 Zavod Metalik Elantra. Bəli, gizli, bəli. Dişini nə zaman düzəldəsən? Pulum olanda. Maşınıma heyranam. Bəli. Çox sağ olun, təşəkkürlər, var olun. Qara, yox, məndə boz, metalik. Yuxa bişirmisən? Bəli, Elmira xanım, nə olub ki, yuxa bişirməyə bişirərəm. Valla, yaxşı dedin. Hə, valla, neynirəm ki? Çoxsa boş şeydir. Üz vermə, baş üstə. Çox sağ olun. Ağ, vau, ağ, çox qəşəng. Məndə metalik. Tünd, makro asfalt belə deyirlər də. Cavid bəy, xahiş edirəm, burada yazmayın özünüzkilərin adına. Bayram gündür profilə də Ay Nəbiyev Cavid qardaş, ilin 95-dir, mənlə yaşıdsan. Sənə heç nə deməyə dəyməz. Atdım bura, ged yaşa. Qızlar, ekranları tıklayın, zəhmət olmazsa. Hə, mikro asfalt. Az mokro asfaltdır o. Mikro deyil, mokro. İsmailo'dan salamlar. Əleykümə salam. Çox sağ olun. Zon yandırma ona görə. 95'siz bəli. Metalik ağdı da biraz. Mokro asfalt tündür. Məndə metalikim olmuşdu. Santa Fe sürürdüm. Az kişilərin Santa Fe'sindən. 2008 ili dizel. Probkaya zada düşmürdüm. Svetoforda zadda. Dizel. Salyarka qəribə işdir axı. Hə, get mama. Gecən xeyrə. Mən zapı sürürəm. Əcəb edirsən. Valla. Nəyim var ona bərəkət. Mingəçevirdən çox sağ olun. Pis yazanlar, başqa işimiz yoxdur. Əmlakçı evçi satqı yoxdur da. Salyandan salam, əleykümə. Ürəksən bacı, can sizdə. Məşdağıdan salamlar, əleykümə salam. Bax yazmısan burada. Gözdə görüm. Qeyrət ağacı Elnuranın Nilay neyvə lazımdır? Bax, Elnurun gününə qalasan. Əziz bu aydan, bu gündən istəmişəm. Yenə də Elnura mən baxıram ha. Səni elə bir günə qalasan ki, heç baxanın tapılmasın. Aldın payı. Get işinlə məşğul ol. Gedindi. Bax ha. Deyir alma ahəstə mənim ahımı. İnşallah. Özdə bürcüm dolçadır ya. Bilirsiniz də, gizli düşür. Dolçalar nə qədər həssasdır. Dolçaların nə boyda ahı var. Bəli. Gözün lizadı, yo ürəyim. Salam, xoş gəldin. Ürəksən, çox sağ olun. Dırnağına baxın. Pişik gözdür qızlar dırnağım. Telefonda belə görünür, canlıda çox qəşəkdir. Bu səfər belə sadə elədim. Təşəkkürlər, var olun. Xoş gördük, xoş gününüzə gələk, xoş gördük. Qaş əkilib, yox, xeyr. Çox səbirlisən. Ay bacı, necə səbirlisən? Oturun burada. Gələcək örnəyə anca söyüşlər söyüb. Pis söyüb. Tərbiyəsiz danışım. Necə yəni? Mən sənin kimi olmaq məcburiyyətindəyəm. Sən istədiyin kimi yaşamaq məcburiyyətindəyəm. Sən istədiyin kimi də olum. Heç vaxt. Fındıq necəsən? Yaxşı. PK etmirsiniz? Xeyr. Bacı sizdə xeyr evində. Yox, söyürsən mənim. Deyirsən, necə səbirlisən? O məni oradan söyür. Necə edeyim? Söyüm mən də. Söhbət eləyək. 2300 nəfər canlıdadır. 3000 nə qədər də yuxarıdan baxır. Olmaz axı. Mən özümdən utanıram. Başa düşürsünüz? Süni sən baxma ürəyim. Niyə baxırsan? Baxma da. Süni sən, mən süniyəm. Baxma. Nəmiş, sən çox istəyirəm. Mən də səni. Ümid necədir? Şükür. Boş ver. Baş üstə gizli. Boş verdim. Sən mənim yerlimsən, çox qəşəng. Avtosalon, təşəkkürlər. Nəmiş? Məncə Sevda xarakteri daha çətindir. Necə? Məncə, bəs nə İsmail Zadə? Sən çox mülayimsən. Balıq büzləri biraz agresiv olur da. Çox sağ olun, təşəkkürlər. Dişləri çıxartmışsınız, bəli, dişlərim yoxdur. Sumqayıtdan salam, əleykümə salam, vecinə dalma, baş üstə. Ay Rənam, xoş gəldin ömrüm. Sən çoxdan görmüşəm, hekayənizi bilirəm. Allah sizi qorusun. Var ol, ürəyim, minnətdaram. Təşəkkür eləyirəm. Əleykümə salam, avtosalon. Çox sağ olun.
Fikir vermə. Baş üstə. Əleyküm salam Ayxan. Çox sağ olun, təşəkkürlər. Uşaqlar, mənə takib etən zəhmət olmasa ekran like eləyin də. Dünən gecə hirsli idin. Əlbəttə hirsli olaram da, evimdə oturub şirniyyat bişirəm, gəlib söyürlər. Ad gündə gedib canlı açıram, gəlib söyürlər. Sizdən kətə alanda qalmışdım. Başa düşmədim, gizli. Cənab, nə oldu, nə fikirləşirsən? Gülüm, çox sağ ol. Sizdən xoşum gəlir. Təşəkkürlər Ayxan Babayev, var olasın. Minnətdaram. Salam, əleykümə salam. Baş qoşmuram, Qalatasaray, valla. Bəli, bizim millətim çox gözəl millətdir. Sadəcə mən qəbul eləməyən bir qism təbəqə var. Sizdən kətə alanda qalmışdım, borclu 50 qəpik. Xahiş edirəm, jeton atdı 50 qəpiyə. Söyməli adamı söyərlər də. Heç nə demirəm, anamın ürəyindən su içəsən. Axşam. Halallıq verdiniz doğrudan. Hə, halallıq verərdiniz, hə. Halal xoşun, kef elə. İnşallah. Paxıllıqdır, vallah, boş ver. Boş verirəm, ürəyim. Mutişkilər, xəbəriniz gəlir ha qulağıma. Yaxşı, sizə bir toy tutacam, başım qarışıqdır. Səbirli olun. Razı qaldınız şirkətdən. Hansı şirkətdən? Nərmin maşının nədir? Hyundai Elantra. Vallah qızlar, kreditdir. 2 il ələ ödəyəcəm. Grand pərdə, çox sağ olun. Təşəkkürlər. Salam bacı, mənə kosmetika artıq varsa verin də. Ürəyim artıq deyəndə istifadə eləmişəm yollarım. Mən sizə məsləhət görmürəm. Nə alırsan 1 manatlıqda o qədər gözəl kosmetikalar var. Rumyana var ki 1 manat 1 il işlədərsən. Aylığı nədir? 668 manat. 5 gün gecikib amma ödəməmişəm hələ. Azərbaycan qadınına niyə söyürsüz? Nə bilim ürəyim. Bilmirəm ki. Azərbaycanda bir dənə qısa paltar geyinib reklam eləyən mənəm. Məndən başqa heç kim geyinmir. Çox sağ olun. Faiz gəlir. Bəli, Murad, əlbəttə gəlir. Bal nəmiş, can. Ay can, çox sağ ol ürəyim. Var olasan, boş verdim. Dişim düzəldi, xeyir, inşallah. Bayrama qədər, ayın sonuna qədər, martın sonuna qədər yəqin düzəlməz. Yol çıxacam, ona görə halallıq istədim. Ay gizli, dedim də halal xoşun. Ay Allahu Əkbər. Daşın başlarına. Amin inşallah. Arada kitab oxu. Mən inşallah oxuyaram. Paltar geyin, soyun. Krediti verirsən. Nə? Krediti verirsən. Bəli, dağlar oğlu, əlbəttə. Hyundai Elantra necə maşındır? Super. Çox qəşəng. Nə olub ki, 2014 özdə indi gəlmir olar. Gəliri belə əldən ala bilərsən. Fikir vermə, baş üstə. Dişlərinizi zirkon edirsiniz. Yuxarı zirkonda, aşağı xeyir. İmkanım yoxdur, keramika eləyəcəm. Xeyr. Asker işinlə məşğul. Sən elə gəlib fake ilə yazarsan o sözü mənə. Çox sağ olun. Təşəkkürlər. Minnətdaram qızlar. Ekran tıklayın zəhmət olmasa. Nəmiş kreditləsə neyiniyim ay ürəyim? Məndə nəqdə o qədər pul hardadır gedim maşın alım. Maşınsız da bilirsiniz dolanmaq, keçirmək olmur. Uşaq məktəbə gedir, ana həkimə gedir, ərə həkimə aparsan, o birin bağçaya, bu birin məşğəliyə. Başqa neyiniyə bilərəm? Taksilərə pul satdırmaq olar. Taksidir, dalaşırsan, gəlib çıxmır. Deyir yol haqqı az yazıb gəlmirəm. Alt dişindən yuxarı, xanım yuxarı dişimdə aşağıda heç nə yoxdur axı, yonulub sadəcə, implant bağlanıb. Masaja kimi yanına gedirsiniz, biraz məlumat verərsiniz də mən heç kimin. Moderator var, özüm yatıblar da bu vaxtda moderator qalmaz axı. Səmimi gəlirsən, çalış çox soyunma, baş üstə, soyunmaram, işimdir də ürəyim, neyniyim, başıma dönərəm. Gətir orada mənə. Soyunmuram ki, təqdim elədiyim bütün paltarların hamısını mən qınayanlar alır. İnan Allaha, inan gözümün şahidi olmuşam. Soyunmuram axı ürəyim. Qısa geyinirəm, o da normal bir şeydir də, hamı geyinir. Tək mən deyiləm ki, və yaxud da tək mən icad eləməmişəm ki onu.
Radara düşürsən, göydən düşməmişəm ki, niyə düşmürəm? Yatmamışam, əla. Çox sağ ol, Xarı Bülbül. Təşəkkürlər. 4 dənə implant. Adam oldu, çıxdı ortalığa. Çox sağ ol, təşəkkürlər. Minnətdarım. Qutabçısan da, nə olacaq ki, qutabçı olmaq pis bir şey deyil ki. Qutabçı olmaq ayıb bir şey deyil ki, nə də qutabçı olmağımıza baxmamışıq ki. Qutabdır da, qutab pişirmişik. Burada nə var ki? Heç dəxlisi var. Prosta səni yandıran nədir? Bir dənə mənə onu de görüm elə. Nüş belə yanırsan, nüşün belə alovlanırsan. De görüm elə. Top istədim. Sabah gedəm gərək corata. Gündə 50 dəfə corat yolum gedirəm. Aç qarnına. Nəcəb qutab işini gördünüz, həvəsiniz ona çox oldu. Əlbəttə, mən o sənəti ölənə qədər özümdən aparacağım. Və mən özümə rəqib qutabçıda tanımıram. Bəs nə, əlbəttə ki. Altdakı qara nədir? İmplantın şurupu. Şamdan almamışam qızlar. Hər il elə deyirəm gedim Şamdan alım. Yadımdan çıxır. Biz mətbəxdə otururuq da. Oturmuruq ki, qonaq otağında. Çay yenə soyuq oldu qızlar. Hansı göyərti vurursunuz? O mənim sirrimdir. Mən onu heç kimə demirəm. Buna Keçəydi. Keçən il bunu eləmişdik. Var, qonaq otağında stolum var. Prosto qonaq otağında oturmuruq. Məndə mətbəx böyüdü maşallah. Bütün günü bir dənə televizor yoxdur mətbəximdə. Onu da özüm qoymuram. Hə, bəs nə? Oturmuruq da burada. O qonaq otağında oturmur uşaqlarım. Ancaq mətbəxdə yığışırıq. Maşallah gün. Hə, bunu keçən il elətdirmişdim. Bu iləsində bundan da yaxşısını elətdirərdim. Keçən il 4 bucağım var idi, onu hədiyyə verdim. Hədiyyə verdim, sonra bunu qonşum mənə Qazi xanımı var burada. Uşağı da xəstədir. O eləyib satırdım, mamam almışdı. Heç mənim xəbərim yox idi. Evdə digər butalı qablarım da var. Qəşəydir. Hələ aksesuarları zadı çox idi, uşaqlarım qopartdı elədim. Çox qəşəy idi. İndi düşünürəm bayrama yaxın burasına belə, biraz belə nənədən, təndirdən, qutabdan falandan qoyum eləyim də, nə? Arada bilim qutabçıyam. Bundan da gözəlləri var, qızlar. Baxmamışsınız siz. Ayxanın padvalına düşün, bundan da qəşəkləri var. Bax. Səməni gör nə gözəl. Yaxşı yadıma düşdü. Qoy səməniyə şey verim. Su. Şort giymişəm, suya qoyda qalsın belə gəlin qızlar. Qızlar verdim su səməniyə. Hardan almışsınız? Bunu mənim qonşum hazırlayıb mənə, ürəyim. Bunu
mənim bax, burada bunun nənəsi, babası var idi da. Bax, burada toyuq falan. Uşaqlarım qopardıblar bunu. Bu fərqlidir. Amma keçən il mənim belə Nərmin sənlə necə görüşmək olar? Eşidirəm, buyur. Amma mənim oğlum gəl öpüm get. Amma mənim dörd bucaq belə var idi. Böyürlərində ağacları, içində nələri var idi. Yumurta da ata, əli batırma. Çən yumurta salmışdım, yoxlayırdım sarısın. Gəl öpüm get. Onu hədiyyə elədim, getdi. Saat 2-də uşaq yatmayıb. İndi qucağıma alıram, kart paylaşıram elə bundan sonra sabah çərşənbəyə pul yığaq. Olmaz, gördün, qopartdı. Bax, gördün? Bacı, bax, uşaqdır da o hələ analiz edir. Bax, qopartdı. Qart nənəni qop. Bunun adı nədir? Qart nənə. Qart nənə. Qart nənə. Hə. Qızım, əlbəttə qızım məktəbdən sonra məşğələyə gedir. Hə. Elnur yatıb, hə, Səy də yatıb. Ay Ümid. Haydi. Ay Ümid. Haydi. Ay Ümid. Haydi. Can Ümid. De bayramınız mübarək. Bayramımız mübarək. Yox, mübarək yox da Ümid. Bir dənə çevirir, xahiş eləyirəm. Burada xanımlar var, xanım kimi xanımlar var. Özünə hörmət eləyən insanlar var. Hə, oğlundur bəli. Hə, saçımı yolursan. Saçımı bırax, hə, getdik. Hə, bayramınız Bayramımız mübarək. mübarək. Bayramınız Bayramımız mübarək. neçə belə? Neçə millət də çıxasız. Aferin, neçə belə illərə çıxasız. De, neçə belə? Neçə billərdə çıxa bilməzsiniz. Ədə, nə verdin sən? Aşkım, elə demə. Neçə belə illərə çıxasız. Neçə billərdə çıxasız. Aferin, hadi git, ömrüm git. Bağışlayın da nə olar. Uşaqdır da indi, 4 yaşı var onun. Səsli güldüm. Mən, nə demirsən? Bizdi də. Can çıxdıq, necə belə? Hə. Şey də ölələ, anadır. Hə. Mən su içmək istəyirəm. Verim, ömrüm, Baba, nədən? Bir də su verim. Vereyim bundan. Hansından verim? Verim ananas soku. Gel. Kola ver. Kola içmədə axşam ömrüm. Anaların üzünə tüpürür həkimlər ki, övladlarınıza kola verməyin, ay valideynlər. İçmirəm kola. Axşam Allah. içmirəm, gün olsa içirəm. Tamam, yaxşı, al. Sən iç ananas sokunu, bu qəşəydir. Davay, datlıdır, hə? Aferin sənə. Get. Hə. Gecən xeyrə oğlum, get. Ciyəri yanırmış, ay qız, hörmətli, çox sağ olun. Çıxa bilmirik onu sizdən. Uşağım lap dibindən vurdu, Qurana and olsun. Uşağım lap çerezçur dibindən vurdu ya. Bəli. Mənim uşağım əslində birinci didi neçə belə illərə çıxasız. O ikinci didikləri mənə söyənlərə dedi mənim uşağım. Yəni Allah mənim uşağıma o hissi verib. Dişinizi pis ediblər. Təşəkkürlər xanım, çox sağ olun. Yo, bunların uşaqları xarı bülbül heç vaxt səhv danışmayıb ki. Az dedi, düz dedi. Doğrudan. Ekrana balina lazımdır. Sən də elə ömür boyu gəl burada yağdır, çıx ki, küləklə git. Oğlun sənə oxşayır. Normalda atasına oxşadırlar. Elnur, biri burada yazıb ki, onsuz da neçə belə illərə çıxmırıq. Bəli, acı.
Çox sağ ol Rəcəb. Nevera, yox, indi düşdüm. Gecəniz xeyrə qalsın, xeyrə qarşı. Dodaq kombonu günorta vursanız, yəni qalıcıdır. Əlbəttə Nəzrin, günortadan vurmuşam bunu. Belə də qalıb. Bəli, iç paltar dükanım oradan başlayıb. Siz sağ olun, Xarı Bülbül. Miss Taste'dən 765 nömrə trenddə olan karandaşdır. İçi də normal düzdür. Məndəki Elza Laşeşin bilesidir. Deyəsən Elza'da o biles artıq stokda bitib gələcək. Amma belə normalda sabah yadıma salın, maşında da kosmetika qabım. Səhərlər onsuz da evdə makyaj eləyirəm. Allah sağ çıxartsın məni səhərə. Səhər inşallah sağ-salamat oyanaq. Makyaj eləyəndə mənə takib atın, izləmədə qalın, göstərərəm sizə. Amma belə bilesi normalda nə istəsən vura bilərsən, amma tünd olmalıdır. Bəli, Milaşka. Çox sağ ol əzizim, sənin danışığın adama huzur verir. Yıldız bacını bişirdiklərini nə yediz? Hə, yediz, elə bilim Yıldız. Hə, yeyirik, yavaş-yavaş yeyirik inşallah. Allah can sağlığı versin, əsas odur. Nə olsun, zato mən heç nə yeyə bilmirəm, hər şeyin durub üzünə baxıram. Çünki diş yoxdur. Ağrılı olur, bəli. Kandislə aran yoxdur, var, çox gözəl. Telefonla danışmışam sər-sər. Niyə yoxdur? Var. Prosto görüşə bilmirik. O da niyə? İşdə olur, o işdə olur, mən işdə oluram. Başımız qarışır. Ay mənim göyçək qızım, ömrümə bərzək qızım. Necəsən göyçək? Yaşayırsan, necəsən, nə var nə? Bayramın mübarək. Sağ ol. Sizin də Necə bayram. izlərə çıxasan. Hə, sağ ol. Sizin də bayramınızı təbrik edirəm. Özümü yorma, elə bir kəlmədi bəs eləyir, sağ ol. Sən də neçə belə illərə çıxasan. Nə var nə yox? Şükür, sən necəsən? Mən də şükür sana çözdüm. Şükür. Ekran tıkıyarak kabul ol. Tezi yaşam. Bütün. Asiya, bir mağazayla işləyirəm. Ekran tıkıyor. Hoş geldin, sağ ol. Aleyküm selam, teşekkürler. Yox, Minnettarım yox, olsun. Bəli. Bəli xanım. Buyur. Bəli. Neymi xanım buyur. Eşitecek. Xanım. Xeyriyə olar inşallah. Nur hanı? Evdə. Ayda. Size de bu soruyu teşekkürler. Size de o soruları ayağını. Annemin badı. Aycan. Ya sen dedi yazıra ayağını. Yorma özünü. Quran haqqı göyçək. Day danışma. Elnur hardadır? Üşəsən də bilirsən limanı. Quran haqqı göyçək. Valla. Bağışlayı fikirliydim ona görə. Çok sağ ol. Hediye için çok sağ ol. Teşekkür ederim. Sabit ediyorum. Sabit ediyorum.
Hediye için çok sağ ol. Teşekkür ederim. Allah razı olsun. Bayramınızı da tebrik ederim. Ne tür bayram artık olsun. Sənlə Bahəm, ailənlə, sevdiklərinlə, inşallah Allah tezliklə qucağı dolu eləsin, evinizə köçün sağ-salamat. Çok sağ ol. İnşallah. Teşekkür ederim. Bu diyarda çiçek arzu eder sizi hamınıza. Vermek hanım size de hamınıza. Destek hamınıza. Bu da içi şey bir hoş vakti değil. Bir de dönsen. Bəli. Hey. O birisi şeyler bunu almak onun eseri olur. İçi şey almak onu. Ay qızlar, nə olar? Hələ biz bir də bu iş həyatında, nə olar? Xahiş edirəm. Teşekkür. Allah razı olsun. Allah razı olsun. Teşekkür Sağ ol. ederim. Vex, Nova var olasan. Nə olar ay qızlar, o tərəfə keçin də, xahiş edirəm. Çok sağ olun. Şəhrizad, ay təzə qurmayıb. Göyçək, neçə ildə ailə qurmusan? Artıq 1 il oldu quzum. İki olacak. Maşallah. Göyçəyin toyuna mən gedə bilməmişdim. İşlərim oldu, gedə bilmədim. Qızlar, nə olar, o biri tərəfə keçin də, xahiş edirəm. Qəşəng bir də hədiyyələr atın da ona, nə olar. Yox, Milaşqa, yoldaşı belə deyil. Cavan oğlandı, elə səhifələrində var, gir görəcəksən ürəyim. Ağıllı oğlandı, yaşıllaşdırmada, ağac əkmədə işləyir. Hər gün tərlə işə gedir, gəlir. Maması bunlara bir ev verir, admayaqdır. Qəpi evin üçün düzəldirlər ki, tezliklə köçsünlər. Xeyr, hələ yoxdur uşağı. Yoxdur hələ, evlərinə köçsünlər sonra. Hələ mamasının yanında qalırlar. Göyçək öz anasının yanında qalır. Evləri var. Maması onlara 2 otaq ev verib. Prosto remontsuzdur. Və pis gündədir içi falan. Əfsanə indi düşdü yazın. Çok sağ olun. Nasıl? Teşekkür Allah tanrım. Allah tanrım olsun. Haydi olsun. Bu uşaklar. Göyçək, bir dənə də oynayaq. Ya bir dənə də oynayaq, mən gedim. Qəbul elə quzum. Uşaklar kardeşimin uşaklarıydı. Qardaşın uşaqlarıdır, o balacadır, o böyüdür. Şəhid anası, ay can, əllərindən gözündən öpürəm. Ay can, gözəl anam, indi düşdü yazın. Hediye için çok sağ olun. Çok sağ olun. Allah razı olsun. Allah tümeniz olsun. Allah hepinizi tümek olsun. Bizi de ayda. Allah hepinizi öğreni de versin. Teşekkür minnettar. Allah size hoş günler nasip etsin. Amin. Amin bacı. Yorma özünü, başına dönüm. Sən onsuz da bir kəlmən Allah qatında milyon bərabərdir. Bana öğrenilen de tüm öğrenilen de diyor. Əcəb edirsən. Tesaklarında Allah tümeniz olsun. Teşekkürler. Allah razı olsun. Hoş geldiniz. Allah razı olsun hepinize. Zahmet olmasa ekran tıklayın. Sağ olun. Hoş geldiniz.
Qızlar, nə olar ekran tıklayın da. Gördüm yol. Hə, Yaşqa ağıllı bir bəylə ailəlidir. Düzdür, elə özü yaşdadır, cavandır da, bizim kimi cavandır. Yaşıllaşdırmada işləyir, yoldaşı rəhmətli oğlandır. Teşekkür ederim. Minnettar. Anlatamam. Selam aleyküm. Selam ne diyorsun? Ben yakındayım. Sağ ol. Yaşıyorum. Ben de yaşıyorum. Teşekkür ederim. Minnettar. Dedi yaşıyorum. Hadi dostlar, etikat onu kadıyoruz. Göyçək, neçə yaşın var quzum? Benim 30 32 aşıyor. Verirsən, yo, yaşlı görünmürsən, elə uşaq, bizi yaş. Mən səndən qoca görünürəm, 31 yaşım var. 33 ben yaşıyorum. Yaşın çoxdur, özün cavansan. Uşaqsan, sifətin uşaqdır. Ekrantıklarımda sıkıntı amacımıza tutsan onu ediyor, Mən sənə onu. deyirəm də mən. Mənim 31 yaşım var, baxan deyir 40 yaşım var. Deyirəm, toxun acıdan nə xəbəri? Hə, Asena, Allah amin, amin inşallah. Ekrantıklar. 70 yaşım var. Kaçmazdı ya. Kaçmazdı ya mı? Kaçmaz. Göyçək, gedib gəlirsən Xaçmaza. Kaçmazdı ya mı? Göyçək, hal-hazırda sən Xaçmazdasan, ha? Ben Bəs sən Xırdalanda qalırdın axı. evi evi sattık da evi sattık. Hə. Xaçqar var, qar var orada. Kaya yakmıştı. Ya, bir evi de kıymeti az kıymeti sattı. 20 bine sattı da çünkü remontu yok idi. Onu da o kıymeti aldı. Aldı sayıs. Teşekkür. Allah razı olsun. Sana teşekkür ederim. Göyçəyim, öpürəm səni ömrüm, özünə yaxşı Ben bax. de Allah'a emanet ol. Allah'tan sənə tək bunu arzulayıram. Çox şey arzulayıram sənə. Başda sənə sağlam can, yox yerdən deyir, yoxu var eləyən Allah, daş üstə ot bitirən Allah sənin həyatında o qədər böyük dəyişiklik eləsin ki, bu il, bu mart sənə düşsün. Sen. Hələlik. Allah'a emanet ol. Mamiyə çoxlu salam de. Sen diye sakın. Teşekkür ederim. Sağ ol ürəyim. Sağ ol. Lütfen. Mən də sənə. Oy qızlar, kürəyimin ortasından su getdi. O hər danışdıqca elə bilirdim ki, mən nə eləyirəm ona, mən məcbur eləyirəm, bəlkə deyirəm onu danışmağa, bilmirəm, çox pis oluram. Ay Allah, sənə qurban olum. Bütün xəstələrə şəfa ver. Darxıram da qızlar. O elə danışanda mən elə bilirəm ki, o əziyyət verirəm mən ona. Görsən elə deyirdim danışma, axırı dedi ki, mən danışmaq məni yormur. Amma mən öz aləmimdə, buna bax, mən tüklərimə baxın. Buna baxın qızlar. Dərimə baxın, oldum biz. Buna baxın. Özümdən asılı deyil də. Yo, 2 ildə ailəlidir, uşağı yoxdur. Xaçmazda mamasının yanındadılar, evlərini satdılar, maması onlara bir də ev verib. İçi belə remontsuz. Astas o evin üçün qəpi, əri də yaşıllaşdırmada işləyir, ağac əkimində. O evin üçün remont edib köçəcəklər ora. Ər arvad tək yaşayacaqlar. Hələ ki mamasının yanındadır.
Hə, əfsanə, çox pis oluram mən. Əlbəttə ki, Asena çox gözəl ailəsi var. Bütün günü qardaşı uşaqları ilə videolar, məndə WhatsAppda da var, izləyirəm. Çox. Min şükür, Allah ailəsinə dəyməsin, başda ailəsinə dəyməsin. Amin. Öpürəm qızlar sizi. Allah'a emanet olun. Bayramınız mübarək olsun. Neçə belə illərə, neçə belə çərşənbələrə çıxasınız. Süfrəniz daima bol olsun. Ruzili bərəkətli olsun. Allah mərdum azarı sizin üzünüzdən əski eləsin. İçdə mələk, üzdə fələklərin, üzvüzə gülüb arxavızda belə qeybət eləyənləri Allah sizdən uzaq eləsin. Hələlik.